Əziz gənclərimiz və Qaradağ Gənclər Evinin izləyiciləri, hər birinizi xoş gördük. Bugün Gənclər Evimizin qonaqları Alex bəy, ləqəbi namı dəyər Nuşitos və Mir Yusif bəy, ləqəbi namı dəyər Qarınqulu. Xoş gördük sizləri bu gözəl müəssisəmizdə və bugün gənclərimizlə sizin təliminiz oldu. Və mən istərdim ki, sizin görüşlərinizi alaq qısaca. Bu görüş necə dəyərləndirirsiniz? Təlim deməyək, maraqlı bir görüşümüz oldu və gənclərlə söhbət elədik. Çox xoş oldu. Qaradağ gəncləri ilə görüşməyə həqiqətən səmimi sözümdür. Görürəm ki, bir çoxunun idmana marağı var, bir çoxunun musiqiyə və sair maraqları var. Gənclərimizə uğurlar arzulayıram. Ümid edirəm ki, nə vaxtsa sizi bayraq qaldıran yerdə görəndə deyəcəm ki, o uşağı mən tanıyıram, o Qaradağda görmüşdüm, o uşaqla qarşılaşmışdım. Mən də az danışacağam hər şey kimi. Mən də şad oldum. Birinci belə bir görüşümüz oldu. Yenə uğurlar. İnşallah yenə görüşəcəyik. Təşəkkür edirik və sizə bir sualımız daha var. Qaradağ Gənclər Evində sizcə gənclərə burada hansı imkanlar daha çox ümumiyyətlə diqqətinizi cəlb etdi? Aleksandr. Deməli, ən çox bəyəndiyim, yəni gördüyüm otaqlardan rəsm otağı oldu ki, çox maraqlı gəldi həqiqətən mənə. İçəridə çəkilən rəsmlər var idi, boşqab üzərində rəsmləri gördüm, heykəltaraşlıqla məşğul olanlar. Qaradağ gənclərinə bu imkanların yaradılması xoş gəldi mənə həqiqətən. Sizcə bir gəncin uğurlu olması üçün belə bir mərkəzin rolu nə qədər önəmlidir? Məncə çox önəmlidir. Mən özüm 9-cu sinifdə oxuyanda UNICEF-in tərkibində fəaliyyət göstərən uşaq təşkilatlarının birində iştirak eləmişəm, orada üzv olmuşam və mən özümdən bilirəm ki, həmin yerdə olmaq, şəfa uşaq təşkilatında olmaq məni nə dərəcədə inkişaf elətdirib. Birincisi, sosial bacarıqlarımızı inkişaf elətdirir, öz yaşıdlarımızla, yəni bizim sosialımız həyətdən və sinifdən başqa olmur, amma bura gələnizdə öz yaşımızda başqa insanlarla tanış oluruq. Ünsiyyət bacarıqlarımız daha da inkişaf eləyir, başqa bacarıqlarımız. Ona görə də və burada həmin bu social skills-lərdən əlavə sizin öyrənə biləcəyiniz başqa bacarıqlar da var ki, bu çox təqdirə layiqdir, alqışlayıram və uğurlar arzulayıram hər birinizə. Təşəkkürlər. Çox sağ olun, var olun, minnətdarıq. Və bura bir daha dəvət alsanız, hansı fəaliyyətlə qatılmaq istərdiniz məhz işinizlə bağlı? Artıq ilk görüşünüz oldu və ən azından bir düşüncəniz formalaşdı da bizim gənclərlə bağlı. Belə maraqlı bir fəaliyyət olaraq necə qatıla bilərsiniz? Ürəyi istəsə yeyib içmək eləyə bilər, ürəyi sizə master-class eləyə bilər. Master-class. Hər cürə maraqlı. Əsas gənclərin marağı olsun, gənclərdən təklif gəlsin ki, necə bir fəaliyyətə qatılmaq istəyirlər, biz onu təşkil etməyə hazırıq. Əslində bu yeyib içmək təklifinizi biz Qaradağ Gənclər Evinin əməkdaşları olaraq dəyərləndirə bilərik. Yəni çox gözəl olar bizim üçün, yəni uyğun olar. İndi hansı restoranda artıq ona siz qərar verərsiniz, sizin maşallah. Təbii ki, Nuşitosda. Nuşitosda. Mən də Alexin boynuna qoyuram da. Amma siz də orada olun, xahiş edirəm. Təşəkkür edirik. Qaradağ Gənclər Evinə ilk addımınızı atanda ağlınızdan keçən ilk fikir nə oldu? Ümumiyyətlə bu müəssisəyə gələndə. Siz danışın. Bu dəfə siz danışın. Biraz danışın. Açıq deyirəm, ilk dəfədir belə bir, Alexin adından deyirəm ki, ilk dəfədir belə bir tədbirə qatıldıq və nə ilə qarşılaşacağımızı bilmirdik. Bizim üçün də maraqlı idi. Açıq heç bir hazırlaşıb gəlməmişdim, nə danışacağımı da bilmirdim. Məncə öz axarında çox qəşəng getdi. Buna görə gənclərə də təşəkkürümü bildirirəm. Çox aktiv iştirak elədilər, sual verdilər maraqlandığım mövzular barəsində. Ona görə bizim üçün də rahat oldu. Çox sağ olun bu sualımıza səmimi cavab verdiyiniz üçün. Və son olaraq bir sualı vermək istərdim. Bizim Qaradağ Gənclər Evinin gənclərinə ən dəyərli məsləhətiniz nədir? Uşaqlar, bunu ümumiyyətlə hamıya deyirəm. Həyatda iki şeyi düzgün seçməlisiniz. Bir, işinizi, iki, həyat yoldaşınızı. Bunları elə düzgün seçsəz xoşbəxt olacaqsınız.
Bunlardan birini düzgün seçməsəniz həyatda xoşbəxt ola bilməyəcəksiniz. Çalışın ki, ilkin növbədə sevdiyiniz işlə məşğul olun, sevdiyiniz insanla ailə həyatı qurun. Hər biri barəsində uzun danışmaq olar ki, bunları necə eləmək olar, onu həyat keçdikcə özünüz təcrübə ilə qazanacaqsınız. Təşəkkür edirəm sizə, Mir Yusif bəy və Alex bəy. Minnətdarıq bu gözəl görüş üçün sizlərə öz təşəkkürümüzü bildiririk. Var olun. Sonda isə mən istərdim ki, ekran arxasından və sizin o şüarınızı səsləndirə bir yerdə. Olarmı? Olar yəni. Buyurun, zəhmət olmasa.